Hamı düşünürdü ki, qatil deyəndə gözümüzün qarşısına qorxulu simalı, qəribə davranışlı biri gələcək. Amma bu dəfə hər şey tam fərqli idi. İnsanlar ona güvənirdi. Qadınlar onunla rahat söhbət edirdi. Polis isə uzun müddət onun ən böyük təhlükə olduğunu belə anlaya bilmədi. Bugün danışacağımız şəxs tarixdə ən məşhur seriyalı qatillərdən biri hesab olunur. Onun adı illər keçsə də unudulmur. Çünki arxasında təkcə cinayətlər yox, həm də saysız hesabsız cavabsız suallar qoyub. Təsəvvür edin, günorta vaxtıdır. İnsanlar parkda gəzir. Universitetdə dərslər davam edir. Hər şey adi görünür. Elə həmin anda heç kimin diqqətini çəkməyən bir adam sakit addımlarla yaxınlaşır. Qolunda gips var. Üzündə mehriban təbəssüm. O sadəcə kömək istəyərmiş kimi görünür. Bağışlayın, bunu başına qoymağa kömək edə bilərsiniz. Bu cümlə bir çox insan üçün adi səslənə bilər. Amma həmin dövrdə bu sözləri eşidən bəzi qadınlar bir daha geri qayıtmadı. Ən dəhşətlisi isə budur ki, polis uzun müddət bütün bu hadisələrin bir nəfər tərəfindən törədildiyini anlaya bilmirdi. Şahidlərin verdiyi təsvirlər bir-birinə bənzərdi. Hamısı eyni şeyi deyirdi. Yaraşıqlı, səliqəli geyinən, mehriban danışan bir gənc. Bəs necə oldu ki, bu adam illərlə tutulmadı? Necə oldu ki, insanların etibarını özünə qarşı silaha çevirdi? Və ən vacibi, onun əsl siması necə ortaya çıxdı? Bu videoda hadisələri addım-addım araşdıracağıq. Elə faktlar var ki, onları eşidəndə sonuna qədər izləmək istəyəcəksiniz. Çünki bu hekayənin sonu başlanğıcından da daha inanılmazdır. İndi isə gəlin hər şeyin başlanğıcına qayıdaq. 1946-cı ildə ABŞ-da dünyaya gələn Ted Bundy ilk baxışdan adi bir uşaq kimi böyüyürdü. Onu tanıyanların çoxu sonralar eyni cümləni deyəcəkdi. Heç vaxt belə bir şey edə biləcəyini düşünməzdik. Uşaqlığında onun ailə həyatı mürəkkəb idi. Uzun müddət ona bacısı kimi təqdim edilən qadının əslində anası olduğu sonradan məlum oldu. Atasının kim olduğu isə dəqiq bilinmirdi. Bu barədə müxtəlif iddialar olsa da, təsdiqlənmiş fakt yoxdur. İllər keçdikcə Ted məktəbdə və universitetdə özünü ağıllı, sakit və mədəni biri kimi göstərirdi. O, hüquq təhsili almağa başlamış, siyasətlə maraqlanmış, hətta bəzi seçki kampaniyalarında könüllü kimi çalışmışdı. Onun ətrafındakı insanlar gələcəkdə uğurlu hüquqşünas olacağını düşünürdülər. Amma heç kimin bilmədiyi başqa bir tərəf də var idi. 1974-cü ilə gəldikdə isə ABŞ-ın müxtəlif bölgələrində gənc qadınlar sirli şəkildə yoxa çıxmağa başladı. Hadisələrin əvvəlində polis bunların bir-biri ilə əlaqəli olduğunu düşünmürdü. Çünki cinayətlər fərqli şəhərlərdə baş verirdi və ortada kifayət qədər sübut yox idi. Lakin sağ qalan az-salih şahidlər qəribə bir oxşarlıqdan danışırdılar. Onlar deyirdilər ki, həmin kişi çox nəzakətli idi. Bəzən qolunda gips olurdu, bəzən əsa ilə gəzirdi. O ağır yük daşımağa kömək istəyirdi. İnsanların mərhəmət hissindən istifadə edirdi. Ən qəribəsi isə bu idi. O özünü çox vaxt Ted adı ilə təqdim edirdi. Bu kiçik detal sonradan istintaqın ən vacib ipucularından birinə çevriləcəkdi. Ancaq həmin dövrdə ABŞ-da minlərlə Ted adlı insan yaşayırdı. Polis üçün bu məlumat tək başına heç nə ifadə etmirdi. Cinayətlərin sayı isə artmaqda davam edirdi. İnsanlar artıq axşam tək gəzməyə qorxurdular. Universitet şəhərciklərində xəbərdarlıqlar edilirdi. Valideynlər övladlarını tək buraxmırdı. Amma buna baxmayaraq, qatilin növbəti hədəfinin kim olacağını heç kim bilmirdi. Və ən maraqlısı, polis onun adını eşitməyə çox yaxın idi. Amma qarşıdakı hadisələr istintaqı daha da mürəkkəbləşdirəcəkdi. 1974-cü ilin yay ayları idi. Artıq bir neçə gənc qadın etkin düşmüşdü. Polis əvvəlcə bunların təsadüfi hadisələr olduğunu düşünürdü. Ancaq günlər keçdikcə bir detal hər kəsin diqqətini çəkməyə başladı. Şahidlər demək olar ki, eyni adamı təsvir edirdilər. Uzun boylu, səliqəli geyinən, mehriban danışan bir kişi və ən maraqlısı, o özünü Ted adı ilə təqdim edirdi. İlk baxışdan bu ciddi ipucu kimi görünmürdü. Amma hadisələr bir-birinə bağlandıqca vəziyyət dəyişməyə başladı. 1974-cü ilin iyulun 14-də Washington ştatındakı parkında minlərlə insan istirahət edirdi. Günəşli hava idi.
Heç kim bir neçə saat sonra bu günün ABŞ cinayət tarixində xüsusi yer tutacağını düşünmürdü. Həmin gün şahidlər qolunda saxta gips olan bir kişinin bir neçə qadından kömək istədiyini gördülər. O yelkənli qayığını maşınına yerləşdirmək üçün kömək lazım olduğunu deyirdi. Qadınların çoxu imtina etdi. Amma iki gənc qadın, Janice Ott və Dennis Naslund, onunla getdikdən sonra bir daha geri qayıtmadılar. Bu dəfə vəziyyət əvvəlkilərdən fərqli idi. Park insanlarla dolu olduğuna görə çoxlu şahid vardı. Onların verdiyi ifadələr əsasında polis ilk dəfə şübhəlinin görünüşünü əks etdirən portret hazırladı. Üstəlik şahidlərdən bəziləri onun istifadə etdiyi avtomobilin Volkswagen Beetle olduğunu da xatırlayırdı. Artıq polis bir ad, bir maşın modeli və şübhəlinin görünüşü haqqında müəyyən məlumata sahib idi. Amma yenə də bu kifayət etmirdi. Çünki həmin dövrdə ABŞ-da minlərlə ağ rəngli avtomobil vardı. Üstəlik Ted adı da çox yayılmış ad idi. Bütün bunlara baxmayaraq maraqlı bir hadisə baş verdi. Ted Bundy'ni tanıyan bəzi insanlar televiziyada yayımlanan portreti görəndən sonra onun polisi axtarılan şəxsə bənzədiyini düşündülər. Hətta yaxın çevrəsindən olan bir neçə nəfər polisə zəng edərək şübhələrini bildirdi. Ancaq istintaqçılar buna ciddi yanaşmadılar. Onların fikrincə, hüquq fakültəsində oxuyan, siyasi kampaniyalarda çalışan və normal həyat sürən bir gəncin belə cinayətlərlə əlaqəsi ola bilməzdi. Məhz bu qərar sonradan istintaqın ən böyük səhvlərindən biri kimi qiymətləndirildi. Çünki polis onu dindirmədən buraxdı və o azadlıqda qalmağa davam etdi. 1975-ci ilin avqust ayı. Bir polis əməkdaşı gecə saatlarında şübhəli şəkildə hərəkət edən bir Volkswagen Beetle avtomobilini saxlamaq qərarına gəldi. Sürücü sakit idi, özündən tam əmin görünürdü. Onun adı Ted Bundy idi. Polis avtomobildə axtarış aparanda qəribə əşyalar tapdı. Qandallar, kəndir, üz maskası, buz sındıran alət və digər şübhəli əşyalar. Bundy bunların hamısına bir izah tapmağa çalışdı. Deyirdi ki, bunlar adi əşyalardır və cinayətlə əlaqəsi yoxdur. Həmin anda polisin əlində onu seriyalı qatil kimi həbs etməyə kifayət edəcək sübut yox idi. Ancaq istintaq davam edirdi. Bir müddət sonra sağ qalan bir qadın polisə çox vacib ifadə verdi. O hücum edən şəxsi xatırlayırdı. Polis ona müxtəlif şəxslərin şəkillərini göstərdi. Qadın tərəddüd etmədən bir şəkli göstərdi. Bu Ted Bundy idi. Ardınca başqa şahidlər də onu tanımağa başladılar. İndi artıq şübhələr getdikcə güclənirdi. Nəhayət Bundy adam oğurluğu və hücum ittihamı ilə məhkəmə qarşısına çıxarıldı. Məhkəmə zalında isə hamını təəccübləndirən başqa bir mənzərə vardı. O qorxmuş görünmürdü. Əksinə, sakit danışır, gülümsəyir, özünü günahsız biri kimi aparırdı. Bəzi insanlar hətta onu həqiqətən günahsız ola biləcəyini düşünürdülər. Çünki Bundy insanları inandırmaqda çox bacarıqlı idi. Məhkəmə heyəti onu təqsirli bildi və həbs cəzası aldı. Hamı düşünürdü ki, artıq təhlükə bitdi. Amma heç kim bilmirdi ki, əsl kabus hələ qarşıda idi. Çünki Ted Bundy həbsxanada oturub taleyi ilə barışacaq adamlardan deyildi. O qaçmaq üçün plan qururdu və bu plan ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarından birinə çevriləcəkdi. İnanılmaz səslənər. Amma bunu təkcə bir dəfə yox, 2 dəfə bacardı. 1977-ci il. Ted Bundy artıq məhkəmə prosesini gözləyirdi. Onun haqqında ciddi ittihamlar irəli sürülmüşdü və prokurorlar əmin idi ki, bu dəfə o uzun illər azadlığa çıxa bilməyəcək. Amma Bundy boş oturmurdu. O həbsxanadakı hər detalı diqqətlə izləyirdi. Mühafizəçilərin nə vaxt gəldiyini, məhkəmə zalında təhlükəsizlik qaydalarını, insanların hansı an diqqətsiz olduğunu yadda saxlayırdı. Və sonra hamının ağlına gəlməyən bir hadisə baş verdi. Məhkəmə binasının kitabxanasında sənədlərlə işləməsinə icazə verilmişdi. Həmin vaxt onun əllərində qandal yox idi. O fürsəti gördü. Bir neçə saniyə ərzində açıq pəncərəyə tərəf qaçdı və 2-ci mərtəbədən aşağı tullandı. Polislər nə baş verdiyini anlayana qədər Bundy artıq qaçmışdı. Ətraf ərazilərdə geniş axtarış başladı. Meşələr, yollar, yaşayış məntəqələri yoxlanılırdı. 6 gün ərzində o dağlıq ərazilərdə gizlənərək qaçmağa çalışdı. Amma yeməyi yox idi. Hava şəraiti ağır idi. Nəhayət o yenidən tutuldu. Polis rahat nəfəs aldı. Onlar düşünürlər ki, Bundy artıq belə bir səhvi 2-ci dəfə təkrarlaya bilməyəcək. Buna görə də təhlükəsizlik tədbirləri artırıldı. Lakin Bundy
artıq növbəti planını hazırlayırdı. Bu dəfə məqsədi sadəcə qaçmaq deyildi. Bu dəfə o, tamamilə yoxa çıxmaq istəyirdi. Aylarla davam edən hazırlıq zamanı o, kamerasında gizlicə işləyirdi. Yeməklərini azaldaraq xeyli çəki itirdi. Bunun səbəbi sonradan məlum olacaqdı. Bir gecə kamerasının tavanındakı kiçik boşluğu genişləndirdi. Artıq bədəni sayəsində həmin dəlikdən keçə bildi. Sonra isə həbsxananın tavan boşluğunda sürünərək mühafizəçilərin istifadə etdiyi hissəyə çatdı. Oradan adi paltar geyinib sakitcə binanı tərk etdi. Heç kim onun qaçdığını saatlarla fərq etmədi. Mühafizəçilər kameraya baxanda elə bilirdilər ki, bandi yatır. Çünki o yorğan döşəyə elə yerləşdirmişdi ki, kənardan baxanda otaqda biri uzanmış kimi görünürdü. Bu, ABŞ həbsxana tarixinin ən biabırçı təhlükəsizlik səhvlərindən biri hesab olunur və ən dəhşətlisi, Ted Bundy artıq yenidən azad idi. Bu dəfə onu tapmaq isə əvvəlkindən qat-qat çətin olacaqdı. 1978-ci ilin yanvar ayı. Ted Bundy artıq aylarla qaçaq həyatı yaşayırdı. O saxta adlardan istifadə edir, şəhər dəyişir və polisdən gizlənməyə bacarırdı. Nəhayət yolu Florida ştatına düşdü. Polis hələ də onun izini axtarırdı. Amma heç kim bilmirdi ki, o artıq yeni bir şəhərdədir. Və sonra 15 yanvar gecəsi. Florida Dövlət Universitetinin yaxınlığında yerləşən Chi Omega tələbə yataqxanasında hər şey sakit idi. Tələbələrin çoxu yatırdı. Sabah adi bir gün olacaqdı. Amma gecənin səssizliyi uzun çəkmədi. Bundy binaya gizlicə daxil oldu. Bir neçə dəqiqə ərzində baş verənlər bütün ölkəni şoka saldı. Bir neçə tələbəyə hücum edildi. 2 gənc qadın həyatını itirdi. Daha 2 nəfər isə sağ qaldı. Ən vacib məqamlardan biri isə bu idi. Bu dəfə hadisə yerində əvvəllər olmadığı qədər çox maddi sübut qalmışdı. İstintaqçılar başa düşdülər ki, qatil ilk dəfə ciddi səhvlər buraxıb. Bundy isə hadisədən sonra yenə qaçmağa müvəffəq oldu. Ancaq onun bəxti artıq əvvəl kimi gətirmirdi. Bir neçə həftə sonra Florida ştatının başqa bir şəhərində yenidən hücum baş verdi. Bu hadisədən sonra polis bütün qüvvəsini səfərbər etdi. Artıq axtarılan şəxs təkcə bir ştatın deyil, demək olar ki, bütün ölkənin gündəmində idi. Televiziyalar onun haqqında xəbər hazırlayır, qəzetlər hər gün yeni məlumatlar dərc edirdi. İnsanlar ilk dəfə onun şəklini görəndə eyni sualı verdilər. Bu qədər normal görünən biri bütün bunları necə edə bilər? Amma bu sualın cavabı hələ tapılmamışdı. Çünki Bundy hələ tutulmamışdı və o bilmirdi ki, onu yaxalayacaq hadisə planlı əməliyyat yox, tamamilə adi bir polis yoxlaması olacaq. 1978-ci ilin fevralın ortaları idi. Patrol xidməti aparan polis əməkdaşı yolda hərəkət edən bir Volkswagen Beetle avtomobilini gördü. Avtomobil şübhəli davranırdı və polis onu saxlamaq qərarına gəldi. Amma sürücü dayanmaq əvəzinə qaçmağa çalışdı. Qısa təqib başladı. Nəhayət avtomobil dayandı. Sürücü isə təslim olmaq istəmədi. Polis əməkdaşına müqavimət göstərdi. Lakin bir neçə dəqiqə sonra nəzarət altına alındı. Onun üzərində saxta şəxsiyyət vəsiqəsi var idi. Əvvəlcə heç kim onun kim olduğunu anlamadı. Ancaq barmaq izləri yoxlanıldıqdan sonra hər şey dəyişdi. Qarşılarında dayanan adam aylardır bütün ölkənin axtardığı Ted Bundy idi. Bu dəfə qaçmaq mümkün olmadı. Artıq istintaqın əlində əvvəlkindən daha çox sübut vardı. Florida hadisələri, şahid ifadələri və ekspertiza nəticələri işi gücləndirmişdi. Məhkəmə prosesi başlayanda isə bütün ölkə ekran qarşısına keçdi. Çünki bu adi məhkəmə deyildi. Ted Bundy tez-tez öz müdafiəsində özü danışırdı. Hüquq təhsili aldığı üçün bəzi məqamlarda vəkil kimi çıxış edir, şahidlərə suallar verir, hakimlə mübahisə edirdi. Bəzən elə danışırdı ki, onu ilk dəfə görən insan bunun haqqında danışılan həmin adam olduğuna inanmaqda çətinlik çəkirdi. Amma dəlillər getdikcə artırdı. Şahid ifadələri, maddi sübutlar və ekspert rəyləri bir-birini tamamlayırdı. İstintaq artıq əvvəlki kimi deyildi. Bu dəfə səhvə yer yox idi və nəhayət münsiflər heyəti qərarını açıqladı. Ted Bundy təqsirli bilindi. Məhkəmə ona ölüm hökmü çıxardı. Qərar oxunarkən zal tamamilə səssiz idi. Ancaq bu hekayə bununla da bitmirdi. Çünki hökm çıxarıldıqdan sonra Bundy illərlə müxtəlif müsahibələr verdi. Bəzi cinayətləri etiraf etdi və hələ də cavabsız qalan suallar buraxdı. Məhz həmin etiraflar bu işi daha da müəmmalı edəcəkdi. İllər keçirdi.
Ted Bundy artıq ölüm hökmü gözləyirdi. Artıq qaçmaq şansı yox idi. Məhkəmə qərarını vermişdi və bütün ölkə bu işin necə bitəcəyini izləyirdi. Məhz həmin dövrdə istintaqçılar onunla yenidən söhbətlər etməyə başladılar. Əvvəlcə Bundy uzun müddət susurdu. Sonra isə o bəzi cinayətlərlə bağlı danışmağa razı oldu. İllər ərzində verdiyi ifadələrdə müxtəlif saylar səsləndirdi. Rəsmi olaraq o 30 nəfəri öldürdüyünü etiraf etdi. Ancaq bir çox müstəntiq hesab edirdi ki, həqiqi rəqəm bundan daha çox ola bilər. Bu məsələ bu gün də tam dəqiqləşdirilməyib. Maraqlıdır ki, Bundy son günlərinə qədər bütün suallara açıq cavab vermədi. Bəzi hadisələri etiraf etdi, bəzilərini isə inkar etdi. Bu səbəbdən onun haqqında yazılan kitablar və çəkilən sənədə filmlər bu gün də yeni müzakirələr yaradır. 1989-cu ilin yanvarın 24-də hökm icra olundu. Beləliklə, ABŞ tarixinin ən məşhur seriyalı qatil işlərindən biri hüquqi baxımdan başa çatdı. Amma bu hadisənin təsiri bununla bitmədi. İstintaq orqanları bu işdən çox mühüm nəticələr çıxardı. Fərqli ştatlarda baş verən oxşar cinayətlərin məlumat bazaları daha sıx əlaqələndirilməyə başlandı. Şahid ifadələrinin müqayisəsinə daha çox diqqət ayrıldı. Kriminalistika sahəsində yeni metodlar inkişaf etdirildi. Bu hadisə həm də cəmiyyətə vacib bir dərs verdi. İnsanlar təhlükəni həmişə görünüşə görə qiymətləndirərlər. Amma tarix göstərdi ki, bu ən böyük səhvlərdən biri ola bilər. Ted Bundy qorxulu görünmürdü. O, insanların etibarını qazanırdı. Məhz buna görə də uzun müddət şübhədən kənarda qala bilmişdi. Bu hekayənin düşündürücü tərəfi elə budur. Bəzən elə ən təhlükəli insanlar özlərini tamamilə adi biri kimi təqdim edə bilirlər. Bu səbəbdən mütəxəssislər bu işi illərlə təkcə cinayət hadisəsi kimi deyil, həm də insanların psixologiyası və manipulyasiya üsullarını anlamaq üçün öyrənirlər. Yenə bir cinayət hekayəsinin sonuna gəldik. Əgər videonu bəyəndinizsə, like qoymağı, şərhlərdə öz fikirlərinizi yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.